Bu həftə ulduzlar 4 bürc işarəsinə üstünlük verərək onlar üçün maliyyə uğuruna yol açır. Qısa xəbər. Azın xəbərinə görə bəziləri üçün bu çoxdan gözlənilən bonus almaq şansı, digərləri üçün isə sərfəli təkliflər və qeyri-standart həllər sayəsində gəliri artırmaq imkanı olacaq. Əsas şansı əldən verməmək və dəyişikliyə hazır olmaqdır. Əkizlər sabitlik və maliyyə nəzarəti dövrünə qədəm qoyur. Əvvəllər qeyri-müəyyən görünən vəziyyət aydınlaşmağa başlayacaq və bununla da konkret təkliflər ortaya çıxacaq. Mümkündür, uğurlu danışıqlar, uğurlu sövdələşmələr, yaxşı gəlirlə əlavə iş, ayıq-sayı olmaq vacibdir. Təkliflər gözlənilmədən gələcək. Səmərəliliyiniz qazancınızı artırmağın açarı olacaq. Qız bürclərini məhsuldar həftə gözləyir. Xüsusən də dəqiq planlaşdırmağa öyrəşmisinizsə, bu zaman siz uğurla investisiya edə bilərsiniz. Büdcənizi və hesablamalarınızı aparmağa dəyər bonuslar, maaş artımları və ya təsadüfi, lakin qiymətli mükafat ehtimalı var. Taktik yanaşmanız və təfərrüata diqqət yetirməyiniz, hətta əhəmiyyətsiz görünən hallardan da qazanc əldə etməyə kömək edəcək. Oğlaqlar gecikmədən istifadə edilməli fürsətlərə sahib olacaqlar. Bu mütləq dərhal gəlməyəcək, lakin yeni layihələr və faydalı əlaqələr yaranacaq, gələcəkdə böyük dividendlər gətirəcək təkliflər gələcək, uzun müddətdir üzərində düşündüyünüz planlar həyata keçirilməyə başlayacaq. Ardıcıl və inamlı hərəkət edin, hətta kiçik addımlarda indi ciddi inkişafın başlanğıcına çevriləcək. Balıqlar üçün maliyyə artımı gözlənilməz istiqamətdən gələcək. Ulduzlar intuisiyanıza qulaq asmağı və qeyri-ənənəvi yanaşmalardan qorxmamağı məsləhət görür.